Salam, sabahınız xeyir olsun. 29 may 2026-cı il tarixidir. Yaz səsinin 69-cu, Zülhicce ayının 12-ci günüdür. May ayının sonuncu həftəsinin sonuncu, cümə 5-ci günüdür. Cüməmiz mübarək olsun. 29 may günündə kimlər işləri arxasınca gedirlər, iş yerlərində, ofislərində işləri ilə məşğuldurlar, evdə ev işləri ilə, evdarlıqları ilə məşğuldurlar. Və hər birinə can sağlığı, iş avatlığı arzu edirəm. Cümələri mübarək olsun, günləri xeyirli uğurlu keçmiş olsun. Amin inşallah. 29 may. Kimlər təhsili ilə məşğuldurlar? Məktəblilər, orta ixtisas, ali məktəb tələbələri, eləcə də digər təhsili ilə məşğul olan hər bir şəxsə can sağlığı, iş avatlığı, eləcə də zehni açıqlığı, yol açıqlığı arzularım. Qarşılarına qoyduqları məqsədə hər biri çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar olaraq yetişmələrini arzu edirəm. 29 may günündə kimlərin rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlarına səbir diləyirəm. 29 may günündə kimlərin xəstələri var, hər birinə can sağlığı, şəfa diləyirəm. Və bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Eləcə də bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Cümələri mübarək olsun deyirəm. Hər birinə can sağlıqlı, sülh əmin-amanlıqlı, bol bərəkətli, ruzili bir gün keçirmələrini arzu edirəm. 29 may günündə kimlərin ad günü, şad günü, xoş günüdür. Hər birinin bu münasibətlə təbrik edirəm. 29 may günündə də tarixi günlər vardır. 29 may 363-cü ildə Roma imperatoru Julian Sasani ordusunun qalib gəldiyi gündür. 29 may 1453-cü ildə Sultan II. Mehmedin başçılığı altında Osmanlı ordusu İstanbulu fəth edərək Bizans dövlətinə son qoyduğu gündür. 29 may 1727-ci ildə 2. Pyotr Rusiya çarı olduğu gündür. 29 may 1848-ci ildə isə Wisconsin Amerika Birləşmiş Ştatlarının ştatı olduğu gündür. 29 may günündə 1918-ci ildə Azərbaycan Parlamenti Milli Şura Antanta dövlətlərinin təzyiqlərindən sonra Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi haqqında qərar qəbul etdiyi gündür. 29 may 1924-cü ildə Rayo Vallecano Madrid klubunun yarandığı gündür. 29 may 1992-ci ildə isə Azərbaycan Respublikası ilə Tacikistan arasında diplomatik əlaqələr qurulduğu gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.